Selamünaleyküm. Bu Bərdədən bir qardaşımızın evidir. Bugün səhər sübh tezdən platkadan alışıb. Bu şəkildə maalesef tərtəmiz yanıbdır. Allah yardım eləsin. Özlərinin canlarını zor qurtarıblar. Bütün hər şey yanmış. Bu vəziyyətdə sadəcə bir şey var, onu paylaşmaq istəyirik. Həqiqətən çox ibrətli bir şeydir bu. Bax, bu hissədə bizim Risale-i Nur külliyatı olmuş. Orada da Quran-ı Kərim, bizim müqəddəs kitabımız. İndi onu çəkəcəm sizin üçün. Bax, burada da digər kitablar falan, məktəb dərsliklər falan bunlar olmuş. Bax, burada bütün hamısı kül olmuş. Bütün o dərslik kitabları, uşaqların kitabları, hamısı. Amma Allaha hamd olsun, bu vəziyyətdə Quran-ı Kərim və Risale-i Nur kitablarına, yazılarına heç bir şey olmamış. Sadəcə üstləri biraz zaten bu vəziyyətdə normaldır, yəni üst hissələrinin biraz hiss olması. İndi göstərəcəm, kitablar çöldədir, götürmüşük. Baxın, yəni bu vəziyyətdə hər şey yanmış, kül olmuş. İndi kitabları göstərəcəm sizə. Baxın, yəni bu kitablar buradadır. Sadəcə bu kitablarda yanğın söndürənlər üstləri başlar biraz su olub yəni. Amma belə kitablarda sadəcə belə qıraqlarında şeylər olmuş, amma yazı hissələrinə heç bir şey olmamış yəni. Baxın, yəni hamısının vərəqləmişik, baxmışıq. Baxın, həqiqətən çox böyük bir möcüzədir yəni. Cənab Allah hamd olsun. Bu Cevşən kitabımızdır. Bax, bu da belə. Bax, ən çox şey olan bu kitabın üst hissəsidir, amma ən çox zədə alan bu kitabdır. Amma bunda da yenə kitabın səhifələrində, yazılarında heç nə yoxdur yəni. Heç bir yanma, heç bir şey. Sadəcə üst hissələri biraz şey olmuş. O da zaten o boyda yanğından normaldır yəni. Kitabın üst hissəsi hiss olmuş, belə qaralmış. Baxın, hamısı bu şəkildə. Quran-ı Kərim oradadır. Bir dəqiqə onu da göstərək. Baxın, bu Quran-ı Kərimdir. Bunun da yəni zaten üst qabıq hissəsi alovdan şey olmuş, amma baxın, yəni kitabın yazı hissəsində, ayətləri olan hissəsində heç bir şey yoxdur yəni. Baxın qardaşlar, baxın, həqiqətən çox ibrətamiz bir hadisədir. Demək ki, bunları görən, bilən bir Rəbbimiz var. Elhamdülillah. Yoxsa bu ateşdə, bu alov öz başına olsaydı, bunlar da yanıq kül olması lazım idi yəni. Normal vərəqlər. Amma demək ki, bir inayət var, Rəbbimiz var. Həmd olsun yəni. Bu şəkildə baxın, yəni dedik bir çəkək bunları. Həqiqətən bu kitablarımız, Risale-i Nur. Yəni sadəcə üst hissəsində, yəni o şəkildə bax, burada da zaten bu hissəsi də sağlam qalmış, elhamdülillah. Amma iç hissələrinin, yazıların hamısı sağlamdır yəni. Sadəcə su olan hissələr, bu yanğın söndürənlərin şeyindən su olmuş biraz vərəqlərdə. Amma yəni gördüyünüz kimi o bu şəkildə yanmağa, bunların sağlam qalmağı həqiqətən böyük bir ibrətdir. Allah yardım eləsin bu qardaşımıza da, dualarınızı istəyirik. Allah yar və yardımcısı olsun.